Anada 4 oğlu saxlayır, 4 oğlu bir ananı saxlayır. Elə də olmalıdır. Hansı təbiətdə görürsünüz ki, bala gəlsin, ananı saxlasın? Ananın borcudur balaları saxlamaq. Sonra balaları rahat bıraxmaq lazımdır. Bu bizim... Belə bir müsahibə qarşıma çıxdı. Müsahibədə bildirir ki, bir xanım, ananın borcudur övladlara baxmaq, amma övladın borcu deyil anaya baxmaq. Əslində yeni bir fikir deyil. Hazırda Avropada, Qərbdə eynən bu sistemdir. Yəni orada valideyn-övlad münasibətləri eynən bu prinsip üzərində qurulubdur. Məsələn, İsveçdə yaşayan bir rəfiqəm var. O deyir ki, Könül, İsveçdə belədir. 18 yaşına çatana qədər övlada valideyn baxır. Uşaq 18 yaşına çatandan sonra valideyn övlada deyir ki, artıq sərbəst həyata başlaya bilərsən, çıx get başqa yerdə yaşa. Baxmaq istəmirlər 18 yaşdan sonra övlada. Övladlar da adətən çıxıb gedib başqa yerdə yaşayırlar. Yox, övlad yenə atası ilə, anası ilə eyni evdə yaşamaq istəyirsə, kirayə pulu ödəyir. Təsəvvür edirsinizmi? Və adətən nə baş verir? Övladlar çıxıb gedirlər, ata-ana evdə tək qalır. Nə qədər cavan qalacaqlar, illər keçir, qocalırlar, onlara baxmaq lazım olur. Və Avropa ölkələrində çox yaxşı sosial təminat var, sosial xidmətlər göstərən dövlət qurumları var. Bu dövlət qurumları yaşlı, artıq kimsəsiz sayılırlar, övladları da olsa. Bu kişilərə, qadınlara, belə deyək də, bu yaşlı atalara, analara dövlət müəssisələri baxır, onları çimizdirirlər, yeməklərini bişirirlər, qocalar evinə yerləşdirirlər. Dünyalarını dəyişəndən sonra da dövlət onların dəfni mərasimlərini həyata keçirir və ən yaxşı halda o övladlara xəbər verirlər ki, ata-ananın dəfnidir. Onlar da gələrlərsə, əgər yaxşı övladdılarsa, gəlib dəfində bir kənarda qonaq kimi iştirak edərlər və salam. Yəni bu müsahibədə deyilən o valideyn-övlad münasibətlərini hazırda Avropa yaşayır. Orada belədir. Yəni mənzərə budur. Gəlin bunu deyək, bu sualı verək. Bunu mu istəyirik? Yəni istədiyimiz valideyn-övlad münasibətləri budurmu? Bu bizi qane edərmi? Bu bizikmi? Baxın, qərb qərbdir, şərq şərqdir. Qərb mədəniyyəti var, qərb sivilizasiyası var, şərq mədəniyyəti, şərq sivilizasiyası var. Biz bir şərq ölkəsiyik və bir müsəlman şərq ölkəsiyik. Və bizi biz edən dəyərlər var. O cümlədən də necə ki qərbə aid, bax bu dediyimiz model qərb ailə institutudur. Onlarda ailə modeli elədir, amma şərq olaraq bizə aid bir ailə institutu var. Bu da çox fərqlidir. Qərbə heç bir aidiyyəti yoxdur. Bu da bizik. Biz bunu mu istəyirik? Yəni belə bir ailə mi istəyirik? Düşünün. Arzuladığımız, yaşamaq istədiyimiz yaxud təbliğ olunan ailə modeli budur. Bunu mu istəyirik? Baxın, əvvəllər Azərbaycanda ailə deyildiyi zaman ailə indiki kimi sadəcə ər, arvad, 2 uşaq deyildi. O ailə tablosunun içərisində nənələr və babalar da var idi. Uzun illər aparılan təbliğatların nəticəsində necə ki Avropalaşırıq yavaş-yavaş, artıq o ailə tablosundan nənələri, babaları yığışdırdılar. Artıq nənəsiz, babasız bir ailə portretlərimiz var. Və nə baş verdi? Xoşbəxt olduqmu? Baxın, indi kiminə soruşsam, izləyicilərimizdən də soruşsam, sizdən soruşsam, əziz izləyicilər, uşaqlığınızın ən gözəl xatirələri nələr olub? Onların içərisində əminəm ki, nənələrinizlə, babalarınızla keçirdiyiniz günlər də olub, deyilmi? Bu bir. İkincisi, son illər uşaqlarda nitq qüsurları getdikcə artır, uşaqlarda nitq ləngimələri baş verir. Bunun bir səbəbi də uşaqların az ünsiyyətdə olmasıdır. Atalar işə gedir, analar işə gedir, uşaqlarla məşğul ola bilmirlər, uşaqları danışdıra bilmirlər, uşaqlar tək başına qalır. Uşağa nə verirlər? Telefon, televizor, planşet. Yəni bugün nənələri, babaları telefonlar, planşetlər, televizorlar əvəz edib. Əvəz edə bilirmi? Yox. Uşaqlar saatlarla YouTube'da misal üçün bir cizgi filminə baxır, ünsiyyətdə olmur. Nəticədə nə baş verir? Uşaqlarda nitq geriləmələr baş verir. Təbii ki, nitq geriləmələrinin autizmlə yaxud digər tibbi problemlərlə əlaqəsi olan hallar da var. Yəni bütün nitq geriləmələrin hamısı nənəsiz, babasız qalmaq deyil, amma bir səbəbi də budur. Və mən qətiyyən Avropalaşmağın tərəfdarı deyiləm. Biz şərq ölkəsiyik, biz bir Azərbaycanlıyıq və özümüz qalaq, bu qalaq. Yəni bir İsveç ailəsi ilə bir Azərbaycan ailəsi arasında fərq olmalıdır, deyilmi dostlar? Yəni biz niyə gedək özümüzü bir İsveç ailəsinə bənzədək, bir İsveçli olaq?
Bəli, biz də inkişaf edək, təhsil alaq, oxuyaq, elm, texnologiya inkişaf etsin. Bu öz yerində. Amma bizi biz edən milli dəyərlər var da. Məsələn, bizi bir Azərbaycanlı edən dəyər var. Azərbaycan ailəsini məhz Azərbaycanlı ailəsi edən dəyərlər var. Bu dəyərlərimizdən qopmayaq və biz öz dəyərlərimizdən qopduqca, qərbləşdikcə, avropalaşdıqca özümüzü itiririk. Elə bir sonra gedib uçuruma düşə bilərik ki, sonra illər keçsə də biz o yaranmış uçurumu doldura bilmərik. Ona görə də mən şəxsən hesab edirəm ki, bəli, bir valideyn uşağı dünyaya gətiribsə, ona baxmaq borcudur. Uşağın valideyn qarşısında hər hansı bir hüquqi öhdəliyi yoxdur, amma bir mənəvi borcu var. Yəni, bizi böyüdən, bizi boya başa çatdıran, valideynləri tərk etmək kimi bir haqqımız yoxdur. Onlara baxmaq bizim mənəvi borcumuzdur. Və bu, bizi biz edən dəyərdir, bilirsinizmi? Bu, bizi biz edən keyfiyyətdir, eynən keyfiyyətdir. Özümüz qalaq. Azərbaycanlı qalaq, özümüz qalaq. Qoy qərb olsun. Nə yaxşı ki, qərbdir, nə yaxşı ki, necə deyim, tamam fərqli sivilizasiyaların nümayəndəsiyik. Nə yaxşı ki, biz də şərq sivilizasiyasına aidik.